Mayın 12-sində 2007-ci il təvəllüdlü Elcun İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanılıb. İntensiv ibtidai istintaq tədbirləri aparılır. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bugün yaydığı birgə məlumatda qeyd olunub. Bildirilir ki, hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat hadisəsinin tədbirləri həyata keçirilir. Habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədi ilə zəruri ekspertizalar təyin edilib. Təəssüf hissi ilə qeyd olunur ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırki mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərər çəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır. Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajantaja səbəb olur. Bildiririk ki, qeyd olunan cinayət işi üzrə hadisə yerinə baxışı, əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölmə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümünün baş verməsi yoxlanılır deyə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusi cəmiyyətin həssaslığı yanaşdığı məsələlərdə məsuliyyətli və qanuna uyğun davranılmalıdır. Odur ki, sosial şəbəkədə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq görmələri istintaqın gedişinə mane olan biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur. İbtidai istintaq nəticəsində barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir deyə məlumatda vurğulanıb.